birlikdə ətraflı yazı cavablarının tapşırıqlara baxırıq. Birinci sual. Deməli, alkin verib, molekulda karbon atomların sayı N, sp3 hibrid. Alkinlərdə ümumi formul CnH2n-2-yə bərabərdir və bilirik ki, alkinlərdə 1-3 qat rabitə var və bu da o deməkdir ki, 2 karbon atomu sp hibridləşmə vəziyyətdir. Əgər n dənə karbonun x-i sp hibridləşmə vəziyyətindədirsə, onda n-2 qədəri də sp3 hibridləşmə vəziyyətindədir. Və bizdən sp3 hibrid orbitalların sayını verib ki, 16-ya bərabərdir. sp3-də 4 hibrid orbital var, yəni n-2-ni 4-ə vurub bərabər eləyirik 16-ya. 4n-8, 16, 4n bərabərdir 24-ə, n bərabər 6. Deməli, alkində n bərabər 6-ya. Karbon atomları isə 6-ya bərabərdir. Və bizə deyir, y bərabər olursa 2n-ə. Y bərabər 2n, n-i 6 tapmışıq. 2-ni 6-ya vuranda 12. Yəni, doymuş aldehidlərdə sp3 hibrid orbitalların sayı y-ə bərabərdir, yəni 12. Və aldehidlərin ümumi formulu CnH2n-O ümumi formula malikdir. Və aldehidlərdə bir karbon atomu, burada aldehid qrupu var, yəni buradakı karbon atomu sp2 hibrid vəziyyətindədir. N dənə karbonun biri sp2-dirsə, onda n-1 karbonda deməli sp3 hibrid vəziyyətindədir. sp3-də də 4 hibrid orbital olduğuna görə 4-də vurub bərabər eləyirik y-ə, yəni 12-yə. 4n-4 bərabər 12, 4n bərabərdir 16, n bərabər 4. Yəni biz x-i 4 tapdıq. Çünki aldehiddə karbon atomları sayı x idi. O da 4-ə bərabərdir və bizə deyir, alkin molekulundakı qeyri-polar kovalent rabitə sayı. Alkində karbon sayını 6 tapmışdıq və qeyri-polar kovalent rabitə sayı da karbon-karbon arasındadır. Yəni 6 karbonu bu şəkildə yazıb da tapa bilərsiniz. Yəni 1, 2, 3, 4, 5, 6, 7. Deməli 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7. Bu şəkildə də tapa bilərsiniz qeyri-polar kovalent rabitə sayını və yaxud da ki, deməli, alkin və alkadenlərdə qeyri-polar kovalent rabitə sayı n+1-ə bərabərdir. Yəni karbon atom sayından bir vahid çox. Yəni alkində karbon 6-dırsa, onda 6/1, yəni 7-də qeyri-polar kovalent rabitə var. Bu da ikinci sualın cavabı. Və aldehidin nisbi molekul kütləsini müəyyən edin. Aldehiddə karbon sayını 4 tapdıq, yəni C4H8O. Deməli, burada da 12-ni 4-ə vururuq 48, üstünə 8, 56. 56, yəni burada 12-ni 4-ə vururuq, üstünə 8, üstünə 16 gələndə bərabər eləyir 72. Bu birinci sualımız. Keçirik ikinci suala. Deməli, 2-də. İkinci sualda, deməli, bizə nə verib? Asetilen verib və burada asetilenin dimerləşməsi var. Çünki artıq bir dənə də asetilen görürük. Oxun üzərində dimerləşmə. Asetilen dimerləşən zaman, deməli, vinil asetilen əmələ gətirir. Vinil asetilen bu şəkildə yazılır. Və üzərinə 1 mol H-xlor əlavə edirik. 1 mol H-xlor gələndə, yəni bu X maddəsidir, vinil asetilen və bizə birinci nə deyir? X molekulunda kimyəvi rabitə yaranmasında iştirak edən hibrid orbital sayı. Deməli, burada bu karbona 3 sigma birləşib. Yəni bu karbon sp2, necə yadda saxlayırdıq? sp2-də 3 hibrid var, 3 sigma birləşsə sp2, 4 sigma birləşsə sp3, sp3-də 4 hibrid orbital var, 2 sigma birləşirsə sp hibridləşmə vəziyyətindədir. Bu karbona da 3 sigma birləşib sp2, bu karbona 2 sigma sp, buna da 2 sigma sp hibridləşmə vəziyyətindədir. Ümumi topladıqda 3, 3, 2, 2, 10 dənə hibrid orbital var vinil asetilində. Və bizdən soruşur Y molekulunda rabitə yaranmasında iştirak edən P elektron sayı. Deməli, X-in üzərinə biz, yəni vinil asetilenin üzərinə
H xlor gələndə burada hidrogen gələcək çox olana, xlor bura. Buradakı deməli qatın biri qırılacaq. Yəni bu bizim oldu Y maddəmiz və iştirak edən P elektronlarının sayını deyirsə, deməli burada P elektronları həmişə ümumiyyətlə karbohidrogenlərin özü və yaxud da törəmələndə P elektronların sayını istədikdə pi rabitənin sayını 2-yə vururuq ki, burada 2pi var. Onda 2-yə vuranda 4p oradan. Nəyə görə? Çünki 1 pi rabitəni 2pp orbitalı əmələ gətirir və bir halogenin də 1p orbitalı rabitə yaranmasında iştirak edir. Ümumilikdə 5 deməli burada p elektronu rabitə yaranmasında iştirak edir. Onu da hardan bilirik? Xlorun sıra nömrəsi 17-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Bilirsiniz ki, deməli rabitənin tək elektronları yaradır və burada da görürük ki, xlorda bir dənə p elektronu var ki, tək elektrondur və bu da rabitə yaradan elektron sayılır. Yəni burada birincidə aldıq 10, ikincidə aldıq doğru cavab 5. Keçək növbəti suala. Üçüncü sual. Alifatik karbohidrogen molekulunda deməli hər hansı alifatikdir. Yəni açıq zəncirli karbohidrogen rabitə əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayından 4 vahid çoxdur. Bu karbohidrogen molekulunda pi rabitə sayını və 2 molunun tam hidrogenləşməsinə sərf olunan hidrogen həcmini istəyir. Deməli burada bu alkan deyil. Bunu bildik. Çünki alkanlarda, məsələn, alkanda tam hidrogenləşmə getmir, orada baş vermir. Bu ya alkin və ya alkadiyen ola bilər. Yəni və yaxud da ki, aromatik deyil, çünki siklik karbohidrogen yazmayıb, həmçinin siklo alkanda deyil. Ya alkindir, ya alkin, alkadiyen. Alkin alkadiyenin ümumi formulu onsuz da eynidir. Yəni CnH2-2-yə bərabərdir. Yəni biz CnH2 və yaxud da CnH2-2 formulları üzərindən baxaq. Və qeyri-hibrid alkində məsələn qeyri-hibrid orbital sayı 2n plus 2-dir. Hardan bildik? Çünki alkenlərdə bir dənə 2 qat rabitə var. Yəni burada bir dənə pi var. Bir dənə pi-ni də 2p orbitalı əmələ gətirir. 2p orbitalı və bilirik ki, hibrid deyəndə ancaq biz sp, sp2, sp3-ə baxırıq. Qalan s-dir və yaxud da p, bunlar qeyri-hibrid sayılır. 2p var bizdə və hidrogen sayı da s olduğuna görə bu da qeyri-hibrid sayılır. Yəni 2n burada hidrogenin sayını götürürük. 2 də pi-nin sayını 2-yə vurub götürürük. Yəni 2n plus 2-dir qeyri-hibrid. Hidrogen atom sayından hidrogen atom sayısı 2n-dir, amma burada 4 vahid çox deyil. Ona görə biz alkin və alkadiyen ümumi formuluna görə baxsaq, deməli, burada qeyri-hibrid bir götürürük hidrogenin sayını. Həm alkin, həm alkadiyində 2pi rabitə olduğuna görə burada 4p orbitalı var. Yəni qeyri-hibrid ümumi 2n plus 2-yə bərabərdir. Hidrogen atomda 2n minus 2-yə həqiqətən də qeyri-hibrid orbital sayı hidrogen atomlarının sayından 4 vahid, yəni çoxdur burada. Bu doğrudur. Yəni biz bu formul üzrə gedirik və bizə deyir bu karbohidrogen molekulunda pi rabitələrin sayını burada alkadiyen də olsa, alkin də olsa 2 dənə pi rabitəmiz var. Yəni birinci cavabımız da 2 olacaq və 2 molunun tam hidrogenləşməsində sərf olunan hidrogenin həcmi. Tam hidrogenləşmə ümumiyyətlə yadınızda saxlayın. Doymamış karbohidrogenlərdə tam birləşmə, deməli hidrogen olsun, hidrogen halogenit və ya halogen olsun, pi rabitənin sayı qədərdir. Yəni alkin və ya alkadiyində 2 pi olduğuna görə onlarda tam birləşmə 2 mol hidrogen sərf olunur. 1 moluna 2 vurulsun 22,4 litr hidrogen lazımdır. 2 moluna isə 4 vurulsun 22,4, yəni 89,6 litr hidrogen lazımdır. Bu da 3-cü sual. Keçək 4-cü suala. Deməli, kalium hidroksidinin ortofosfat turşusu ilə əmələ gətirdiyi 3 cür duz əmələ gətirə bilər. Kalium 3PO4, kalium 2
HPO4 və kalium H2PO4 əmələ gətirə bilər. Bizdən soruşur, buradan A-nı təyin etmək lazımdır və Y-in molunda olan polyar kovalent rabitə sayını, Z-in kimya formulunu. Deməli, ümumiyyətlə, burada görürsünüz, PO4 hissələr hamısında eyni olaraq qalıb. Kaliumlar dəyişib. Hidrogen də elə böyük kütləyə malik olmadığına görə, buradan yəni hesablamamış da baxanda görürük ki, burada ən böyük kütləyə malik olan kalium 3PO4-dür. Burada da A plus 38 verib, yəni MR-ni. Ən az kütləyə malik olan A minus 38, ortada isə A. Buradan biz, yəni hər hansının MR-nə görə A-nı hesablayıb tapa bilərik. Məsələn, buradan ən az olandan rahat hesablayaq. 39 üstə 2 üstə gəl 31 üstə 64 bərabərdir A minus 38-ə. Deməli, buradan da 39 üstə 2 üstə 31 üstə 64. Bunun da üstünə deməli 38 gələndə A bərabər olur 174-ə. A-nı tapdıq ki, A 174-ə bərabərdir. Y bizdə deməli budur, elə polyar kovalent rabitə sayını soruşur. Polyar kovalent rabitə sayını tapmaq üçün biz ümumiyyətlə bu birləşmədə həm ion var, həm kovalent rabitə var və tapmaq üçün nə edirdik? Əvvəlcə oksigenin sayını 2-yə vurub ümumi rabitəni tapırdıq. Daha sonra metalın valentini onun sayına vurub ion rabitəni tapırdıq. Ümumidən ion rabitəni çıxıb kovalent rabitənin sayını tapırdıq ki, deməli burada 6 kovalent rabitə var. Burada üzr istəyirəm, deməli 2 deyil sayı 1-dir. Metalın valentini sayına vurundu. Metal burada 1 dənədir. 1 eləyir. 8-dən də 1 çıxanda 7 polar kovalent rabitə var. Və Z-in kimya formulu, Z də bizdə buydu. Onun da formulu kalium 2 HPO4-ə bərabərdir. Daha sonra 5-ci suala baxırıq. Molekulunda bir asimetrik karbon atomu və minimal sayda karbon olan doymuş bir atomlu spirtin siniflərsi izomerinin molekulunda qeyri-polyar. Ümumiyyətlə, birinci spirti yaradaq. Asimetrik karbon atomu olmaq o deməkdir ki, bir karbona 4 müxtəlif qrup birləşməlidir və deməli, minimal sayda karbon olan doymuş bir atomlu spirt. Deməli, bu spirtdirsə, hansı qrupa, sinifə aidsə, mütləq həmin sinifin funksional qrupu yazılır. Daha sonra hidrogen yazılır, 4 müxtəlif. Ən kiçik radikal metil radikalı, ondan bir qədər böyük etil radikalı deməli yazılır və bizdən nə soruşur? Bir atomlu spirtin sinif arası izomeri. Bilirik ki, bir atomlu spirtlər deməli sadə efirlərlə sinif arası izomerdir və bir atom siniflər izomerində qeyri-polyar kovalent rabitə sayı. Yəni burada 1, 2, 3, 4 karbon var. Yəni 4 karbondan ibarət olan bir sadə efir yazaq. Bunu yazmamış da ümumi şəkildə belə deyə bilərik. Baxın, məsələn, 4 karbonu olan sadə efir yazdıq. Bu şəkildə də yaza bilərsiniz. Yəni fərqi yoxdur. Necə yazsaz, baxın, qeyri-polyar nədir? Karbon-karbon arasındadır. Yəni burada 1 və 2. Burada artıq polyardır, çünki karbon-oksigen arasında. Yəni 1, bu da 2. Karbon sayısı neçədir? 4. Yəni ümumiyyətlə sadə efirlərdə qeyri-polyar kovalent rabitə sayı n-2-yə bərabərdir. Yəni karbon sayından 2 vahid əskidir. Bizdən də nə soruşurdu? Qeyri-polyar kovalent rabitə sayı 2. Həqiqətən burada da hesablasaq, baxın 1 2-yə bərabərdir qeyri-polyar kovalent rabitə sayı. Sonra nə istəyir? 0,2 molun yanmasından deməli alınan suyun kütləsini qramla hesablayın. Spirt deməli neçə oldu? C4H9OH olacaq. Alınan suyun kütləsini bu şəkildə yaza bilərsiniz. Birbaşa yəni reaksiyanı yazmaya da bilərsiniz. Amma hidrogen sayını düzəltmək lazımdır. 10 hidrogen oluna görə bura 5 mol yazırıq. 0,2 molunun deməli yanmasına alınan suyun kütləsinə x qram yazırıq. 1 moluna 5 vurulsun 18 yazırıq. Buradan da deməli elə cavabımız 18 qrama bərabər olacaq. Bu da 5-ci sual. Keçirik 6-cı suala.
Deməli, molekulunda 12 hidrogen atomu olan benzolun homoloqudursa, ümumi formulu CnH2-nin minus deməli 6-ya bərabərdir. Buradan hidrogen sayı 12-dirsə, yəni 2n minus 16-nı bərabər 12-yə, 2n bərabərdir 18-ə, n bərabər 9-a. Yəni bu birləşmədə 9 karbon var. Benzolun homoloqunun molekulunda sp3s rabitələrin sayı maksimum, ikili karbon atomların sayısı minimumdur. Yəni biz burada 9, birincisi benzol halqasını yazırıq. Benzol halqasında 6 karbon var. Bizdə isə 9 olmalıdır. Deməli, və 3 karbon biz bura yerləşməliyik. 3 karbonu da necə? Bizdən burada sp2s rabitələrin sayı maksimum deyir. Yəni biz elə birləşmə yazmalıyıq ki, buradakı karbonlar hamısı var CH formasındadır və bütün karbonlar sp2 hibrid vəziyyətindədir. sp2s rabitə sayı maksimum saxlamaq üçün biz nə etməliyik? Yəni burada məsələn 3 karbon çatışmır bizdə. Hərəsini birinə birləşdirməkdənsə, çünki birləşdirsək onda sp2s azalır. Elə bir karbonun burada deməli hidrogenini əvəz eləyərik, o 3 karbonu yazarıq. Yəni bunu burada yazsaq bu şəkildə və həmçinin ikili karbon atomlar sayı da minimum olsun. Yəni əgər mən belə yazsam, bu şəkildə 3 karbonu bu şəkildə birləşdirsəm, burada ikili 1, 2, 3, 4, 5 bu artıq üçlüdür və 6 olacaq. Amma mən karbonu bu şəkildə yazsam, burada 1, 2, 3, 4, 5 dənə olacaq. Yəni 3 karbonu buna əvvəlki yazdığım ya da belə yaza bilərəm. Belə yazanda həqiqətən ikili karbon sayı minimum olur. Və bizdən nə soruşur? Karbohidrogen molekulunda sp3 orbitalların örtülməsinə əmələ gələn sigma rabitə sayı. Bu benzol halqasındakılar hamısı sp2-dir. Bu karbon sp3-dür. Bu karbon sp3-dür. Bu da sp3-dür. Yəni sp3 arasında sigma görürsünüz ki, bərabərdir 2-yə. Yəni birinci sualımızın cavabı 2 olacaq. Və bizdən nə soruşur? Birləşmənin beynəlxalq nomenklatura adını müəyyən edin. Bu da beynəlxalq adı izopropil benzol və yaxud da ki biz buna kumol deyirik və həmçinin bunun oksidləşməsinə fenol və aseton alınır ki, daha çox işlənən reaksiyalardan da biridir. Bu da 6-cı sual. Keçdik 7-ci suala. Deməli, 7-ci sualda etilenin üzərinə 2 mol xlor gəlirik. Yəni etilen yazıram. 2 xlor birləşdirirəm. Birin bura, birin bura. Bu zaman bir rabitə qırılır. Üzərinə 2 mol kalium OH gəlirik. Bu zaman nə alınır? Deməli, dihalogenli alkanların üzərinə gələvi gəldikdə bu zaman alkinlər əmələ gəlir. Nə olur? Deməli, 2 dənə kalium buradan 2 dənə xloru götürür, aparır. 2 mol kalium xlor əmələ gəlir. Buradakı 2 dənə OH da hərəsi birindən deməli H qopardır, əmələ gəlir 2 mol su. Buradan da deməli bizdə yaranır alkin, yəni asetilen. Yəni X maddəsi bizdə deməli buydu. Yəni bu X maddəmizdir. Daha doğrusu bu X maddəmizdir. SKH4-ün üzərinə xlor 2 gələndən sonra alınır bu. Yəni birbaşa yazdım mən. Bu X maddəmizdir. Daha sonra bu bizdə Y maddəsidir. Bunun da üzərinə su gələndə civə duzlarının iştirakı ilə bunu unutmamaq lazımdır. Yeganə alkin, Kucherov reaksiyası deyirik buna. Yeganə alkin asetilendir ki, su ilə reaksiya zamanı astaldehid, yəni aldehid əmələ gətirir. Bu zaman deməli astaldehid və yaxud da sirkə aldehidi və yaxud da ki etanol əmələ gəlir. Amma digər alkinlərin su ilə reaksiyasından keton əmələ gəlir. Bu da olur bizdə Z maddəsi. Z molekulunda birinci karbonun atomlu oksidləşmə dərəcəsindən bunu belə biz bu şəkildə yazsaq və aldehidlərdə biz aldehid qrupundan başlayırıq nömrələməyə. Bu zaman burada karbonun deməli ona birləşən qruplarla birlikdə oksidləşmə dərəcəsini yazsaq -2, -1, karbon elə burada -1 oksidləşmə dərəcəsinə bərabər olur.
Daha sonra Z-in hidrogenləşmə məhsulunda polyar kovalent rabitə sayını. Z bizdə sirkə aldehididir və aldehidlər hidrogenləşən zaman birli spirtlər əmələ gətirirlər. Yəni buradan alınır C2H5OH. Burada da bizdə polyar kovalent rabitə sayını soruşur. Bunu açıq şəkildə də belə yaza bilərsiniz açıq görmək üçün. Deməli 1, 2, 3, 4, 5, 6, 7, yəni polyar kovalent rabitə var. Və yaxud da ki, burada məsələn hidrogenin sayını və ona birləşən oksigeni də götürə bilərsiniz. Yazmadan, açıq şəkildə yazmadan da tapa bilərsiniz. Bu da 7-ci sual. Keçdik 8-ci suala. Deməli, bizə verib şaxəli quruluşu alkan, butan və nə soruşur? Hidrogen atomunun qopduğu karbon atomunun nömrəsi, birinci, alınan alkil radikalı və ikinci, hidrogen atomunun qopduğu karbon atomunun nömrəsi, ikinci, o da alkil radikalı. Deməli, biz 4 karbonlunu ancaq bu şəkildə şaxəli yaza bilirik. Yəni, buradan bizə nə deyir? Hidrogen atomunun qopduğu karbon atomunun nömrəsi. Yəni, buradan nömrələsək 1, 2, 3. Deməli, bu birinci karbondan qopsa, alınan alkil radikalı. Məsələn, buradan qopsa, hidrogendə əskildirik. Bu olur, deməli, izobutil radikalı. Yəni, X izobutil radikalıdır. Əgər bu yerində qalıb, bizə deyir, hidrogen atomunun qopduğu karbon atomunun nömrəsi 2 olanda, yəni buradan qopsa, ki, buradan hidrogen azalır, onda bu üçlü butil olur. Yəni, Y bizdə olacaq üçlü butil radikalı və bizə nə deyir? X və Y radikallarının birləşməsinə alınan maddə molekulunda. Bunu birləşdirək. Deməli, izobutil belə bu şəkildə idi və ona üçlü butili birləşdirmək lazımdır. Bax, bu da üçlü butil radikal. Bu izobutil idi və üçlü butildə görürsünüz karbon, şaxə, yəni xət ikinci karbondan çıxdı. İzobutildə isə birinci karbondan və bunları birləşdirdik. Alınan, deməli, maddə molekulunda ikinci, üçüncü və dördüncü karbon atomunun, bizdən birinci nə söz bilir? Alınan maddə molekulunda ikinci. Bunu birinci biz əmsallaşdırmalıyıq, daha doğrusu nömrələməliyik və hidrogenlərini yazsaq. H3, H. Deməli, ən uzun şaxə seçilir nömrələmək üçün. Radikal yaxın olan tərəfdən başlayırıq. Yəni, buradan 1, 2, 3, 4, 5 də nömrələyə bilərdik. Yəni, radikal ikinci karbona düşür. Amma buradan nömrəlirik. Nəyə görə? Buradan da 2-yə düşür. Amma burada 2-də 2 radikal var. Yəni, daha çox olan tərəf haracı, oradan nömrələməyə başlayırıq. Və bizdən hansını deyirdi? İkinci deyirdi. İkinci karbon atomunun oksidləşmə dərəcəsi bizə 0-a bərabər olacaq. Görürsünüz, ona heç bir hidrogen birləşməyib. Yəni, karbonlar da öz aralarında alış-veriş olmadığına görə, burada yəni elektron alış-veriş olmadığına görə karbon oksidləşmə dərəcəsi 0. Üçüncü karbonda deməli hidrogen müsbət 1, bu olacaq -2. Üçüncü və dördüncüdə də müsbət 1, bu da olacaq -1 oksidləşmə dərəcəsini göstərin deyirdi və hamısına baxdıq. Gəldik 9-cu suala. 9. Xlorun oksigenli turşuları. Deməli, xlorun 3 dənə oksigenli turşuları var. Hipoxlorit, xlorit, xlorat, perxlorat. Deməli, bunu necə öyrətmişdik? İt, at. İt atdan kiçikdir. Birinci it gəlir, sonra at gəlir. Və birinci ilə sonuncuda da söz önü var. Yəni, hipoxlorit, xlorit, xlorat, perxlorat. Və bizdə deyir, birləşmədə xlorun oksidləşmə dərəcəsi. Deməli, -2, -1 olur, -1. -2, -1, -3. -2, -1, -5, -2, -1, -7. Və burada ən böyük oksidləşmə dərəcəsi deməli D-dir, D-də də T-dir, yəni birləşmə olaraq. Daha sonra C-dir, yəni Z. Daha sonra B, yəni Y, bu da olacaq
X bizə deyir X turşusunun kimyəvi formulunu, yəni H-xloro şəklində olacaq, hipoklorid. Daha sonra Y və T molekullarında olan atomların saylarının cəmi Y və T. Burada yəni 1, 2, 4, burada da 6 ümumilikdə 10-a bərabərdir. Z molekulunda xlor atomunun valentliyinə uyğun tək elektronların sayını müəyyən edin. Z-də deməli xlor müsbət 5-dir. Yəni həm valent, həm də valent həm oksidləşmə dərəcəsi elə tək elektronların hesabınadır. Yəni deməli ki, elə burada məsələn bax burada 1 tək elektron var, burada 3, burada 5, burada isə 7 tək elektron var. Z-də soruşduğuna görə Z-də olacaq 5 elektron sayı. Daha sonra 10-cu və sonuncu sual. Deməli, vinil və fenil radikallarından ibarət maddə molekulunda. Vinil radikalı budur. Yəni budur. Bu vinil radikalıdır. Fenil radikalı budur. Yəni benzoldan bir. Yəni bunların ikisinin birləşməsindən əmələ gələn maddə bu olacaq. Yəni sterol, vinil benzol və yaxud da ki sterol deyirik buna. Bizə deyir ki, ibarət maddə molekulunda rabitə yaranmasında iştirak edən hibrid orbital sayını biz bilirik ki, benzol halqasında bütün karbon atomları sp2-dir. Yəni burada 6 dənə sp2 var. Həmçinin bu karbona 3 sigma birləşib sp2, buna 3 sigma birləşib, bu da sp2. Yəni ümumilikdə 8 sp2 hibrid var. sp2-də də 3 hibrid orbitalı olduğuna görə 8-i də 3-ə vuranda ümumilikdə 24 hibrid orbitalı var bu birləşmədə. Daha sonra rabitə yaranmasında iştirak edən qeyri-hibrid orbitalların sayı. Qeyri-hibrid ümumiyyətlə burada deməli biz götürürük hidrogen sayını. Bayaq dediyim kimi hidrogen sayı bu sterolun ümumi formulu 8H8-ə bərabərdir. Yəni burada CH, 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 CH və CH var. Hidrogen sayını götürürük və dedim qeyri-hibrid deyəndə hidrogen sayı və pi rabitənin sayını 3-ə vururuq. Burada da bilirsiniz ki, benzol halqasında 3 pi və burada da 4 dənə pi var. 4 2-yə vuranda 8 dənə də p orbitalı var. Ümumilikdə 16 qeyri-hibrid orbital var. Və maddənin 0,5 molun tam yanmasına alınan suyun qramı. Deməli, maddə C8H8 yananda su əmələ gəlir. Hidrogen sayını bərabərləşdiririk. Deməli, 0,5 moluna x qram, 1 moluna 4 vurulsun 18, bu da bərabər olacaq 36 qrama.